Bu gün əgər biz turizmin inkişafını daha rəqabətə davamlı etmək istəyiriksə, turizmdə infrastrukturu, marketinqə qoyulan investisiya qədər insan kapitalına qoyulan investisiya da çox vacibdir. Çünki insan kapitalı birbaşa olaraq xidmətin keyfiyyətinə və eyni zamanda xidmətdə innovasiyaya səbəb olur. ...2025-ci ildə Azərbaycana təxminən 2 milyon 300 min turist gəlib. Bu, keçən illə müqayisədə təxminən 2% azalma deməkdir. Amma nəzərə alsaq ki, 2024-23-cü ildə hər il turistlərin sayı 25-26% artırdı. Bu il artıq o artımın olmaması mənfi səbəb deyil. Yəni, bu göstərir ki, Azərbaycanda artıq turizm müəyyən bir balans tapmaq üzrədir. Deməli, Dünya Səyahət və Turizm Şurasının qiymətləndirməsinə əsasən Azərbaycanda turizm təxminən 430 min insanın məşğulluğuna dəstək göstərir. Yəni bu təkcə turizm və otellərdə çalışan insanlar deyil. Bu deməli turizm bir sektor olaraq Azərbaycanda məşğulluğun əhəmiyyətli bir hissəsinə təsir göstərir. Və bu gün Azərbaycanda turizm sadəcə qonaq gətirən bir sektor deyil. Bu regionları canlandıran, insan potensialını birləşdirən, məşğulluğu artıran bir ekosistemə çevrilmə potensialı olan bir sahədir. Əgər turizmin dərinli inkişafına baxsaq, daha rəqabətli davamlı inkişafına baxsaq, burada ölkəyə neçə turist gəldi yox, turist gələndə nə gördü, nə hiss elədi, nəyə xərclədi, kimi suallar yaranır. Məhz bu amillər turizmin əsl iqtisadi dəyərini yaradır. 15 il qabağa sırf otel sahəsinə baxsaq, görərik ki, beynəlxalq otellərin böyük bir hissəsi Azərbaycanda tikilməyə başladı. Otellər tikilib qutarandan sonra əsl çətinlik onda başladı ki, biz artıq bu otellərdə çalışan kadrlarımız yox idi. Və bu kadrların böyük əksəriyyəti xarici mütəxəssislər tərəfindən tutuldu. Bu gün otel sahəmizə baxanda mənzərə tamamilə fərqlidir. Bütün demək olar menecerlər, hətta baş menecerlər yerli mütəxəssislərimizdir, peşəkarlar da hamısı. Maraqlısı orasındadır ki, bu inkişaf çox təbii yolla baş verdi. Göstərdi ki, Azərbaycanın turizmində insan kapitalı təbii, adaptiv yolla inkişaf etdi. Və ən maraqlısı da odur ki, bu inkişaf turizmdə böyük təhsil modelləri, dövlət və özəl sektor arasında əməkdaşlıq modelləri olmadan baş verdi. Biz hal-hazırda süni zəka dövründə yaşayırıq. Yəni çox böyük rəqabət var, xüsusilə turizm sahəsində. Ona görə indi insan kapitalının inkişafını biz bu təbii yola buraxa bilmərik. Bu gün əgər biz turizmin inkişafını daha rəqabətə davamlı etmək istəyiriksə, burada turizmdə infrastrukturu, marketinqə qoyulan investisiya qədər insan kapitalına qoyulan investisiya da çox vacibdir. Çünki insan kapitalı birbaşa olaraq xidmətin keyfiyyətinə və eyni zamanda xidmətdə innovasiyaya səbəb olur və bu da ümumi olaraq sahənin rəqabətə davamlı olduğuna səbəb olur. Nəzərə alsaq ki, turizmin Azərbaycanda ümumi daxili məhsulu olan töhfəsi, məşğulluğu olan töhfəsində potensial çox böyükdür. Biz artıq kadr inkişafını daha strateji yolla, xüsusi yol xəritəsi ilə aparmalıyıq. Yəni upskilling, reskilling kimi proseslər planlı şəkildə olmalıdır və strategiyanın çox vacib hədəflərindən biri olmalıdır. Deməli, turizmin və otelçilikdə insan kadrının, xidmətin keyfiyyətinin yüksəldilməsi, eyni zamanda innovasiyaya nail olmaq üçün bir neçə məqamlar var ki, hansı o barədə danışmaq istəyirdim. Turizmə gələn insanların çoxusu bu işə adətən müvəqqəti iş yeri kimi baxırlar.
Məsələn, siz istənilən ofisiantdan soruşsaz, o deyəcək mən burada müvəqqəti işləyirəm. Bunun səbəbi nədir? Adətən ofisiant işləyəndə o başa düşmür ki, o sabahsı gün restoran meneceri ola bilər. Və yaxud onun lideri, işlədiyi şirkət ona bu karyerada olan inkişafı göstərməlidir. Bu inkişafı, bu potensialı ona bildirməlidir. Eyni zamanda həmin işçi görməlidir ki, onun meneceri onun sabahsı gün inkişafı üçün lazım olan təlimləri keçir ona. Xüsusilə nəzərə alsaq ki, işçi qüvvəsinə indi Gen Z gəlir, yəni nəsil Z. Və bu nəsil o biri nəsillərdən fərqi odur ki, onlar bir şirkət daxilində çox qala bilmirlər, çox loyal deyillər, səbirsizdirlər və onlar üçün ən vacib sual nədir? Mənim şəxsi inkişafım üçün bu şirkət nə edir? Onun üçün xüsusilə turizm və otel sahəsində olan işçilərdən danışsaq, onlara şirkət klassik təlimlərdən çox bizi daha rəqabətə davamlı edən bacarıqlar təlimləri keçməlidir. Bacarıqları keçməlidir. Burada nəyi nəzərdə tuturam? Data savadı, innovativ və tənqidi düşünmə, mədəniyyətlər arası ünsiyyət, avtomatlaşmış prosesləri idarə etmə kimi bacarıqlar keçirilməlidir və bu birbaşa bu təlimlərin keçirilməsi insan kapitalının inkişafına səbəb olur. Həm xidməti inkişaf eləyir, eyni zamanda xidmət sahəsində innovasiya yaradır. Deməli, turizm və otel sahəsi digər sahələrdən fərqli olaraq həmişə insan yönümlü olub və böyük ehtimal, hətta süni zəka dövründə yaşasaq belə, insan faktoru burada daha önəmli olacaq növbəti illərdə. Amma bu o demək deyil ki, xüsusilə otellərdə çox maraqsız, rutin işlər avtomatlaşdırılmamalıdır. Və biz artıq düşünməliyik ki, biz hansı işləri sırf robotlara, texnologiyaya verməliyik, hansı işlər ancaq insanlar tərəfindən görülməlidir və hansı işlər insanlarla texnologiya arasında əməkdaşlıq nəticəsində olmalıdır. Bu olan zaman artıq rutin və mənasız işlər texnologiyaya keçəndə insanlar artıq daha mənalı, qonaq təcrübəsinə müsbət təsir göstərən işlərdə işləyirlər və onların uzun müddətli burada qalma marağı daha çox olur. Və bu eyni zamanda sahənin doğrudan da optimallaşmasına səbəb olur. Bu gün siz məndən soruşsaz ki, ölkə üzrə xidmət səviyyəsi necədir? Mən bu suala cavab verə bilmərəm. Çünki ölkə üzrə ümumi xidmətin səviyyəsini ölçən data, ölçü vahidi, ümumi öyrənmə portfeli yoxdur. İndi vacib sual odur ki, qonaq Azərbaycandan gedəndən sonra Azərbaycan bir turist destinasiyası olaraq sənə necə xidmət göstərdi? Bu suala turistin cavabı necədir? Məndə bu suala cavab yoxdur, amma əminəm ki, böyük ehtimal bu cavab stabil deyil. Turizmi inkişaf etmiş ölkələrin təcrübələrinə baxsaq, onlar ümummilli xidmətin artırılması üçün nələr eləyirlər? Ən vacib odur ki, xidmət sahəsinə gələn hər bir şəxs müəyyən bir təlimlər var, onlardan keçməlidir ki, turizmdə işləyən hər bir şəxs yaxşı mənada Azərbaycanı sata bilsin. Azərbaycanın gözəl mədəniyyətini, dadlı mətbəxini, görməli yerlərini turistə çox professional formada təqdim edə bilsin. Və turizm zəncirində olan insanlar, hava limanı, taksi, bələdçilər, otel işçiləri və s. təsəvvür eləyin ki, bu sahədə işləyən hər bir şəxs Azərbaycanda turizmin yeri, COP29, dayanıqlılıq, inklüziv xidmət kimi vacib Azərbaycanın mədəniyyəti, Azərbaycanın mətbəxi kimi təlimlərdən keçirlər. Və ancaq ondan sonra artıq öz işlərinə başlaya bilirlər. Və bu təlimlər mütləq şəkildə onlayn platformalarda olmalıdır ki, daha rahat olsun onlardan keçmək. Ümumiyyətlə hansı ölkəyə getsək, görürük ki, orada xidmət səviyyəsi fərqlidir, özünə məxsusdur. Nə üçün fərqli olur? Çünki xidməti yaradan kimdir? İnsandır və insanlar mədəniyyətləri, dilləri, aksentləri fərqli olduğu üçün onların xidmətləri də fərqlənir. Və mənə elə gəlir bu özünə məxsusluq, fərqlilik çox gözəldir. Azərbaycanda da xidmət özünə məxsusdur. Bizim sadəcə məqsədimiz olmalıdır ki, müxtəlif otellərə, beynəlxalq otellərə gedəndə siz görürsüz orada təlimlər keçirilir çox sıx formada. Amma o təlimlərin ən böyük məqsədi həmin o brendin emosional tərəfini işçilərə öyrətməkdir. Amma
Biz istəyirik ki, Azərbaycan bir turizm destinasiyası olaraq, bir ölkə olaraq xidmət səviyyəsini artıraq. Onda müəyyən təlimlər var ki, hansı ki bayaq saydım, inklüziv xidmətdir, dayanıqlılıqdır, Azərbaycanın mədəniyyətidir. Bu kimi təlimlər dövlət tərəfindən, dövlətin nəzarəti altında bütün xidmət zəncirində olan insanlar tərəfindən keçirilməlidir. Bunda nə baş verəcək? Xidmət səviyyəsi standartlaşacaq, həm yuxarı səviyyəsi qalxacaq, həm gələn turistin təcrübəsi daha yaxşı olacaq, həm də servisdə, xidmətdə olan qeyri-stabillik azalacaq. Eyni zamanda bu təlimlər əsasında sənaye daim innovativ formada inkişaf eləyəcək.